İlham Əliyev bütün onun hər şeyini bizim əlimizdən alıb və deyir ki, burada hər şeyi mən eləyirəm. Yardımı da, köməyi də, yəni deyək ki, rəhəmliliyi də, bağışlamağı da filan da sən heç kimsən, sən heç nə eləyə bilməzsən. Sən ancaq nökər kimi işləyə bilərsən. Acından ölünmək üçün. Qalan hamısı mənlikdir. Və sosial şəbəkələrə baxın. 2 dəqiqədən bir gah balaca Heydər çıxır qavandan, bir dənə biz mehriban ailəyik, biz mehriban, sonra Arif Paşayev falan yığışıb, hamısı yığışırlar belə şəkilini qoyub, biz mehriban ailəyik. Onlar mehriban ailədir, amma biz yox. Onun bizə dəxli yoxdur. Ona görə ki, həmin bu mehriban ailə birləşir, bizim anamızı ağladır.